Qudsi təxəllüsündə ən məşhurları 4 dənə şairimiz bizim məşhur cahandır. Deməli, Mirzə Həsib Qudsi məşhur şair olub Bakılı. Şeyx İbrahim Qudsi Gəncəli olub. Deyilənlərə Nizami Gəncəvi nəslindən. Mirzə Ağarəhim Qudsi Ordubadi. Hamımız düşəcəksiniz. Abbasqulu Ağabəkxanov Qudsi. Hal-hazırda biz Əmircanlı nəsli. Hal-hazırda Abbasqulu Ağabəkxanovun üstünün o bağ evlərinin Quzeyinin qabağındayıq. Və bu Qudsiyə mənim bir şeirim var, onu oxuyuram, yadigar olsun. Qüds aləminə layiq mərdanədir Qudsi. Bu Qudsilərin cəminə pərvanədir Qudsi. Eşq ilə, məhəbbətlə yazıb ölməz əsərlər. Hər kəlməsi bir incidir, dürdanədir Qudsi. Qur'an-ı Məcidlə tapılır rah-ı hidayət. Din içrə hər an sevgisi imanədir Qudsi. Küfrün özü bu məsləki olmuş belə heyran. Gör bir necə generallara biganədir Qudsi. Allaha təvəkkül edib İslam'a sığındı. Bax kərb-i bəlaya, biləsən ta nədir Qudsi. O Kəbədə əhd eylədi və vəslə yetişdi. Bildiyimiz kimi Məkkə ziyarətində, Vadi Fatimədə namaz üstündə Abbasqulu Ağabəkxanov dünyasını dəyişmişdi. O Kəbədə əhd eylədi və vəslə yetişdi. Bundandır ki, dillərdə bir əfsanədir Qudsi. Sultan elədi canını cananına qurban, çün gördü necə aşık-ı cananədir Qudsi. Ruhuna salavat zikr. Allahümme salli ala Muhammed. Yaşında, 19 yaşında, 12. Bilirəm. Hello, təhsil əxlaq girir. Hansı? Təhsil əxlaq. Bəli, təhsil əxlaqın təmizlənməsi. Təhsil Bayaq deyirdim, bir akademiyanın işi. Çəkirsən, Bir akademiyanın işi. Əsərdir, bu təzyiqat əsərlər. Kəşf-ül qəraib, qəribə kəşflər. Dünyada baş vermiş kəşflər, Kolumbun kəşfi. Şunda nə var? Var mı? Devamlı olaraq təhsil Azərbaycan şərqi olacaq, üç adam. Bax bu kitab var ya, Arif. Hansı? Bax bu Əsrar-ı Mələkut var ya. Ha. Bunu tərcümə eləyən, bilən kimdir bu zamanlarda qadın. Bax bu kitabı bizim, sən kimdir? Bax, ərəb dilindən tərcümə eləyən. Sanılqar adı kişi. Bax, sən çəkirəm. Bu zamanlarda sən kimdir? Buradan gelirdik. Rəhmətli gedir. Hafız Ruhullahın qızı Nazım var ya. Ruhullahın atasının bibisi. Ruhullah Vasıqlı. Bu transkript edildi yəqində. Tərcümə edib. Ərəbdən bizim dilə çevirib tərcümə edib. özü də gör neçə dili gözəl bilir. Və gör neçə dili də əsər yaradır, rus dilində əsər yaradır. Burada bütün əsərlər Azərbaycan dilində çıxır. Xanımlar burada işləyirsiniz də siz də. Lap yaxşı. Bu müqəddəs insandır, belə bir müqəddəs 12 insan. kənddə yaşayırım. 12, 7 yaşında gəldi. Qəbri Məkkədə o ziyarətdə Adi Fatimədədir. Özdə Qubanın axundu ilə gediblər, qazi ilə gediblər. Qubada qazi Məhəmməd olur deyəsən. Onlar bir yerdə gediblər, Qubanın qazisi olur. Orada sonra o namaz üstündə atıb da bütün o medallarını atıb orada. Hökumət, dövlətlər belə. Axund da bunu izləyirmiş. Vadi Fatimə adlanır. Bir də dayı məclisə çıxıb, gəlib buradan aramsın kəndindən. Onlar da Bakı Sultanının qonağı olub. Deyəsən Əbdülhəmidin. Sultan Həmidin. Sultan Əbdülhəmidin qonağı olub. Bir ay orada, hətta ondan sonra o imperiya, Ruslar, Çar imperiyası üz döndərmişdik ondan. Ne üçün gedinsən? Çünki Türklərlə Ruslar həmişə müharibədə olub. Sonra da baxıb görmüş, bütün nişanları atır. Ordenləri, məsələn, Suvorov ordeni, Nikolay verib buna bütün. Hər deyib ki, deməli, Axunda icazə verməyib ki, oyuna getsin, gizlin gedib. Bu ağam onu izləyib, şübhələnə bundan. Görüb o təpənin üstündə atır, orada deyib ki, ilahi, hər ölkənin, millətin padişahı mənə bir dənə medal verib, orden verib. Hər İranın, Türk, bütün dünya üçün.
Bəs mən bunların hamısını burada, yəni istəmirəm, atıram. Səndən bir dənə nişan istəyirəm. O qaydandan sonra deyir tələsi gəldi, mən ondan qabaq gəldim, oxumuşam bunu məndə o kitabdadır. Deyir gəldi, ağa gəlib oturub, girib içəri. Deyir ağa bir dənə səndən halallıq istəyirəm. Deyir nədir? Deyir bəs mən səni izləyirdim gizlin ki, eşitdim bütün dedikləri, bir şeyə başa düşmədim. Deyim neyi? Deyir sən dedin atdın medalları hamısını belə-belə dedin. Sonra dedim ki Allah səndən bir dənə nişan istəyirəm, onu başa düşmədim. Nə nişan istəyirsən? Dedi ki burada ölmək nişanı. İstəyirəm burada ölüm. Namazın üstündə dünyasında. Deyir. Çox sağ ol, zəhmət Ayıb vermişsən. Bağışlar gəldim sənə. O beləsi ilə bir müqəddəs insanın adını olan yerdə siz xoşbəxt adamlarsınız ki burada. Özləri var Əmircanda dünyaya gəlir. Deməli, yaşamadığı yerdə yoxdur. Çox qərib olur da. Bütün ömrü qəriblikdə keçir bunu. Elə Quba özü də onun üçün qərib olub, çünki doğma yeri deyildi. Sonra Gürcüstanda yaşayıb bir müddət. Bir müddət Peterburqda yaşayıb. Sonra bir müddət Türkistana gedib, mən daha indi Özbəkistana ya Türkmenistana gəlir ki, bir müddət orada yaşayıb. Yəni gecə-gecə ta gəlib çıxıb İstanbul və son yeri də bu qəribliyin son nişanıdır ya onda. Dedi vadi ifadə. Uşaqlıq illəri demək olar ki, Amsarda keçib. Burada keçib. 7 yaşından 19 yaşına kimi çayın o tayında yaşayıb. Orada bu yaşamışdı, oradan sonra gedib. Yaxın vaxtlara ki, ora Ağabağ adlandırılır. Qəribə bir həyatdır. Hər adamda olan həyat deyil. Salamatım, xeyir olacaq. Bu cür əcaib bir həyat. Həm general olasan, çarlar. Yaxşı. Sadə insan olur. Qubada Çox sadə demək bu. Sadə insan olur. Xəyalın uçuşu poemasını yazıb. O cür olmazdı. Xəyalın uçuşu poemasını yazıb. Həmin poemada da Amsarda yaşamağın tərənnümü. Amma bir şeirində də var. Sən orada səfa eylə dilcuvlər arasında, mən burada çəkim zillər gürcüvlər arasında. Yəni həyatını da necə var ilə keçirdim. Şeir insanın qəlbindən axan bir şeydir, iş dünyası. Kərbəla saxlaqinə nəşəri əkbərimi verirəm çünki əmanət sənə o gülpeykərimi. Məsələn, bu mərsiyə də Bakıxanovundur. Sonra çox Dininə, əqidəsinə bağlı adam. O bir onun çarla, Nikolayla bir içki söhbət var. İstəyirlər şərab istəyirsin. Ona görə o badələr də qoyulub. Şərab o mənasıdır. İçməyib. Özü də orada vaxt Nikolayın meclisində bələdçidə bir qanun olub, qızıl piyalı olub. Özü də qızıl piyalıda Nikolayın xanımına veriblər ki, məsələn ki, o olan ziyafətdə o xanımın ona təklif eləməsi, onun sözünü yerə sala bilməzlər, pis olar o, bu yaxşı olar. Ədəbdən kənar olar da. Belə deyib ki, elə deyəcəm ki, o içsin də, xanımın əlinə verir ki, daha bunun yeri olmasın da, rüsva eləyə bilir, bu xanıma da bir hörmətlik olar, qeydərsin falan. Gör, nə ağıllı, imanlı insan olub ki, alıb o pavnusu xanımdan, Nikolayın xanımından, üzünü tutub Nikolaya deyib ki, bəs sən xanımın mənə piyalə verib şərab. Sənə bir dənə sualım var, deyib ki, bu şərabı bəs Qur'an-ı Kərimdə Allah həram edib. Deməli, Allah kainatın Allahıdır, amma sən yer üzünün Allah sayılırsan, padişahsın da. O kainatın Allahı Qur'anda deyib içmə. Yer üzünün Allahı sənsən, sən deyirsən içkinə, sən bir. İndi mən kainatın Allahın sözünə qulaq asım, yoxsa sənin deyib ki, o da dindar adam olub Nikolay. Deyib ki, elə kainatın Allahın sözünə qulaq assan yaxşı olar. Deməli, onun öz dilindən içmə sözünə olub ki, boyu və gəlin tezidən baxmasa qaytarıb. Çox belə iman. Gör, din içində necə məşhur cahan bir adamam. Mənim kitabım çoxdur. Bax, bu Məsumnamədir, Bakıxanov Qudsusunun şeiri var burada. Onu da hara məsləhət olsa qoyarsınız. Don şəkildə də var. Mən onu xüsusi ayrıca götürdüm ki, mən bəlkə burada hər bir dahiyə bir şeir ithaf edəmişəm. Verirəm, var maşında. Burada Bakıxanov şeiri var, mən də bu muzeydə bir yerə qoyasın. Həm şeiri var, özü şeiri də 2 dildə gedir burada olur. Tərcümə də olur. Tərcümə də olur rus dilinə, bu Azərbaycanca yazmışam mən. Bu da onu rus dilinə tərcümə ediblər, həmin şeirdir. Burada bir xatirə kimi qoyuram. Sonra bax, bu kitabları da baxın bax, sizə verirəm, bir sana bir olsun. Bir də mən də sizin üçün kitab göndərəm şəxsən. Bu kitabları da, bunların ikisini. Biri Həzrət Əli Azərbaycan bu kitabın adı. Burada da Bakıxanovun Gürcistan İrəm əsərindən deməli bir parça vardı, insanın yalanması, qəşəng epizod. Yəni bunların ikisini muzeyə qoyuram elə bura. Çox sağ olun.
Və bu qeyri-millətlərin nümayəndəsidir, bütün dünyanı narahat edir və buna görə tədqiqat aparırlar. Mən orada etirazımı bildirdim ki, yəni bu 5-10 nəfər adamdır. Bu minlərlə qırılan insan döyülür, buna qarşı tədqiqat aparmamağa. Nətər olur, bir dənə Samolyot çırpılır, Amerikada bir binada adam qırılır, 200 nəfər. Bunu bambaşqa cürsün səsir, bu minlərlə insan qırılır burada, nəyə görə bu batmalıdır? Yəni orada bir-iki dənə müəyyən iradlarım oldu, çəkişlər, şeylər oldu. Sonra Qədim Paşayev orada çıxışında dedi ki, bu günləri dedi, deputatlar həqiqətən böyük məsuliyyət istəyirlər mənə, din adamlarının qabağında danışmağa ki, bunlar tarixi çox güclü deyirlər. Yəni, bu günləri elə deputatsız deyib deyir, hər şey keçmiş alır. Yəni, müəyyən Hacı Göllə iradları bildi, müəyyən başqa-başqa ilklər şeylər olmuşdu orada. Sən özümüzdən çox şey asılıdır. Bu tarixi yaşatmağa, bu günlər bu yer Abbasqulağı Bakıxanlığa layiq səviyyədə olan, məsələn, Muzey Tegil, ya onun məsələn istəyir heykəl olsun, istəyir bax, məsələn, o adına bağlı. Bu gəlir getirən bir şeydir, muzeydir, bütün turizm gələ bilər buna. Görə bilər. Yol taşınır. Bütün dünya Sən çox böyük gəlir getirə bilər. Həm məsələn ki, buranın turizm gəliri güclü olsa, sizin özünüzün də vacibləri güclü ola bilər. Dolanışıq yaxşı ola bilər. İnsanlar üçün başqa iş yerləri açıla bilər. Ayrı-ayrı şöbələr yarana bilər burada. Yəni, özümüz edirik, öz tariximizi, özümüz biganə yox. Ancaq elə bir quru danışığa güc verir, nə var mı yox? Milyonlarla pullar itir, batır, silinir, məhv olub çilir. Bir də o heykəli qabağındır, bu ev muzeyi. Yəni mən bir yaxları Qubada apardım ev muzeyinə, orada muzeyə. Burada bağlayıb, orada mən bilirəm ki, nə səviyyədədir. Yəni biz öz tariximizə məşə belə biganə olmuşuq, ona görə də məhv yuvarlamışıq. Öz keçmişinə qiymət qoyub yaşada bilməyən millət olan.